Mart ayında biologiya fənni üzrə 2 sürət qrupu açılacaq. Qrupların hər ikisi imtahana planlı və sistemli şəkildə hazırlıq məqsədi daşıyır. Qruplardan birincisi abituriyentlər üçün nəzərdə tutulmuşdur. İkinci qrupumuz isə biologiya fənni üzrə MİQ müəllimləri üçün nəzərdə tutulmuşdur. Birinci qrupa daxil olan hər bir şagirdimiz üçün platforma üzərindən şəxsi səhifə açılacaqdır və həmin səhifəyə dərslərin video izahları, test toplularında yer alan testlərin izah videoları, sınaqlar və onların izahları yerləşdiriləcəkdir. Dərs müddətində isə əsas diqqət şagirdlərdən mövzunun təhvil alınması, möhkəmləndirilməsi, situasiya tipli test tapşırıqlarının işlənilməsinə, eyni zamanda ötən illərə aid olan model testlərin və qəbul testlərinin işlənilməsinə yönələcəkdir. İkinci qrupa da daxil olan hər bir müəllimimiz üçün platforma üzərindən şəxsi səhifə açılacaq və həmin səhifəyə dərslərin video izahları, DİM, güvən, time, test toplularında yer alan testlərin ətraflı şəkildə izah videoları, hər bölmə sonunda özümün tərtib etdiyim sınaqlar və onların izahları yerləşdiriləcəkdir.